Əziz izləyicilər, sizlə bir dənə mövzuyu paylaşmaq istəyirəm. Çünki gündəmimizdədir və tezliklə qaçırılmaz olacaq, hər dövlətdə olacaq. Günün irəli gedən dövlətləri, Çin, Amerika, Avropa ölkələri və digər ölkələr irəli gedənlər humanoid robotlar düzəldir. Və artıq hər sahədə bunlar başlayır işləməyə. Mühafizə, həkim, hərbidə olacaqlar, məişət ev texnologiyasında olacaqlar, tikintidə olacaqlar. Bunlar necə qarşılayırsınız? Bugün misal üçün elektronik hər şey mexanik idi, manual idi, artıq rəqəmsaldır. Paltaryandan tutmuş soyuducuya kimi. Hər şey rəqəmsallaşıb. Dəqiqəni qurursan, vaxtı bilirsən, dərəcəni eləyirsən, hər şey. Amma ondan da üstün. Artıq smart və humanoid robotlar insana oxşar özü başlayacaq hərəkət eləməyə. Necə qarşılayırsınız bunları və necə qarşılanar? Yəni küçədə yeriyərkən gördüyümüz, xəstəxanada görsək və digər yerlərdə, restoranlarda görsək, necə olar bu?